Salam mərkəzə, yeni videoya xoş gəlmisiniz. Mənə gələn suallardan biri də Amerika gələndən sonra necə iş tapa bilərəm, hansı saytlar var bunun üçün. Azərbaycandan da iş tapıb gəlmək istəyənlər də var. Düzdür, bu biraz çətin məsələdir. İldə bildiyimə görə 85 min adama verilir, green card kimi seçilir o da. Yəni mübarizə apardığınız adamlar da Çindən, Hindistandan adamlardır. Biraz çətin məsələdir. Amma bura hər hansı bir yolla gələndən sonra da vizanla, green cardla ya hər necəsə burada iş axtaracaqsınız. Bir çox adam maraqlı ki, belə işləri necə tapa bilərəm. Təzə gələn üçün ən rahatı Azərbaycanlıların gördüyü telefon işləridir. O Facebook qrupları axtarıb tapa bilərsiniz. Ola bilər ki, telefon işi sizə maraqlı deyil. Azərbaycanda hər hansı bir peşəniz var ya, hər hansı universitet qurtarmısınız, kurs qurtarmısınız, ona əsasən iş tapmaq istəyirsiniz. Burada bunun üçün bir çox saytlar var. Professional işlər üçün ya da ki, əl əməyi, fiziki işlər üçün olan iş saytları da var. Birincisi fiziki işlər üçün olan saytı göstərəcəm. Bunun adı Craigslist-dir. Burada bir çox işi öz sahəvizə aid işlər tapa bilərsiniz. Məsələn, saytı açdım. Craigslist belədir. Görək burada hansı işlər var. Burada öz sahəvizə uyğun işlər tapa bilərsiniz. Məsəl üçün, şefdir. Restoran işləridir. Restoranda işləyə bilərsiniz, pizza düzəldə bilirsiniz, pizza pişirə bilirsiniz. Məsələn, gəlirəm bura. Burada nədənsə əlaqə saxlamaq yer olmalı. Okay. Məsələn, burada başqa bir işə baxaq. Sürücü axtarırlar, part-time. Saatına $30 verirlər. Buradan götürdüyünüz e-maili yazırsınız. Yəni ki, çox adam nömrəsini qoymur ki, skamerlər bezdirməsin. Ya başqa işə baxaq. Customer service deyib bilirsinizsə, müştərilərlə danışmağa isə customer service işləri ola bilər. Ola bilər bir çox yerdə təcrübə istəməsinlər heç. Sadəcə dili bilsəz bəs eləyər. Orada özləri öyrədəcəklər. Məsələn, general manager, görək, hər işi görəcəksiniz. Yəni, illik 140 min, 200 min. Təklif elədikləri bunlardır. Bunu indi türk dilinə də çevirmək olar məncə. Dəqiqə baxaq. Sizə rahat olsun. Azərbaycan dilini çevirə çevirir. Google Chrome-dan gəlib belə çevirə bilirsiniz. Pensiya, tibbi sığorta, ödənişli məzuniyyət, güclü kompüter bacarıqlar, minimum 3-5 il avtomobil təcrübəsi. Yəqin ki, sürücülük edir, lider falan. Burada da girirsiniz, e-maildən əlaqə keçirsiniz. Belə bir çox işlər var, öz sahəvizə aid işləri belə buradan tapa bilərsiniz. Bundan başqa da Glassdoor var bunun kimi. Burada da elə işləri tapa bilərsiniz. Burada hətta bizneslər, işlər haqqında bildiyimə görə reviewlar da olmalıdır. Hər hansı yerdə işləmisənsə, orada yaxşıdırlar, pisdirlər, onu yaza bilirsən. Sənə sales manager. Daha çox burada fiziki işlərə pul verirlər. Məsələn, elektrikçisiz, çilingərsiz, nəsə düzəldə bilirsiniz, maşın ustasısınız, onlar daha çox qazanırlar. Onları tapmaq çətindir. Amma ofis işlərini tapmaq rahatdır. Hamı oxuyur, amma o bir sahədə fikirləşən yoxdur. Ona görə bu immigrantlar gəlir, o işləri götürür. Burada onu görən azdır. Görək burada, məsəl üçün, videoqrafsız. Los Angeles. İllik maaş hesablanır. Buradan 35% deyəsən vergi də çıxacaq. Experience, 4 il experience soruşur. 2 il Photoshopda, 2 il Premiere-də. Və bunun kimi bir çox işi tapa bilərsiniz. Sadəcə burada axtarırsınız. Məsəl üçün, cleaning service. Gelirsiniz, hər hansı bir obyektdə işləyirsiniz ora, ya evlərdə. Onlar da yaxşı pul qazanmalıdır. Hər adam gedib o təmizləmək istəmir. Özünüz də öz şirkətinizi qura bilərsiniz bunu belə. Buranın Glassdoor-u göstərdiyi. İndi daha professional işlərə baxaq. Bunları da Indeed-dən və yaxud da LinkedIn-dən tapa bilərsiniz. Website developer. Saatına burada $40 verirlər. Məsələn, Salesforce. Bir dənə qız var idi, mən Salesforce oxumuşam. Harvardda. Onun dediyi budur. İllik 120 min, 150 min. Bootcamplar olur, kurslar. Bura gələndən sonra oxuyub ala bilərsiniz. Bu dəqiqə iş tapmaq çətindir. İşləri çıxadırlar, hər adam işə götürmürlər. Amma gələcəyini ala bilmir. Belə işlər. Başqa indi ağlıma iş gəlmir. Nə iş seçə bilərsiniz? Yəni bunun kimi LinkedIn-də də var. Website developer. Buradan da easy apply yəni çox baxmırlar. Ən yaxşı bir dənə sadə CV hazırlamaqdır. Öz şəkliniz falan da olsun. Deyirlər, baxmırlar, amma məncə baxırlar. Adımıza belə baxa bilirlər. Muhammed, məsəl üçün İslam adıdır. Abdullah. Abdullaha iş vermə ehtimalı daha azdır. Nəinki bir dənə Johna. Bəlkə yeni şey bilirlər, amma biraz çəkinirlər.
Ona görə burada bir də nickname də seçsəz özünüzə yaxşı olar. Onunla işə müraciət edirsiniz. Məsələn, sonra gələndə deməyəcəklər ki, sizə məsələn, adıva görə qəbul eləmirik, çağırırlar əsas. Əsas sizi çağırırsan birinci. Məsələn, bu nədir belə? Saatlıq $20 commission plus commission Spectrumda. Yəni, saatlıq $20 verirlər ki, məsələn, satanda da ekstra ona bonus verirlər. Web Solution Engineer, Business Technology, YouTube. İllik 144 mindən 214 minə kimi verirlər. Baxırlar da nəyə baxırlar görək. 6 il experience. 6 il harda yığaq? Remote işlər də var belə. Orada da yazıcaq var. Hibriddir bu. Həm remote həm ki ofisdir. Burada da ofisdir. Amma sırf remote işlərdə belə tapa bilirsiniz. Buradan filtrləyib. Yəqin ki burada işləmək istəyirsinizsə ingilis biləcəksiniz. Buradan da seçirsiniz. Səviyyəyə uyğun maaş, hansı işdə remote seçə bilərsiniz. Baxın buradan seçdik remote. Okay. Nə qədər verirlər? Saatlıq göstərir bu işdə. $40, $43. Amma nə qədər saat verir bilmirəm. İllik göstərsə daha yaxşı olar. Məsələn, burada 50 mindən 100 minə kimi nəyə əsasən o anda danışıb tapa bilərsiniz. Bir nəfər VSB-də oxuyub burada işləyən. Belə, bu saytlara istifadə eləyin, hər cür iş var. Həm pis ehtimalla da kuryer, taksi var. Burada heç kim ac qalmaz. Videonun sonuna gəldik. Ümid edirəm bu video sizə biraz kömək olar. Hər hansı bir sualınız da varsa, rəylərdə yazın, çalışsam bütün suallara cavab verin. Və bundan sonra da hansı mövzuda video çəkməmi istəyirsinizsə, rəylərdən onu da yazın. Ən çox bəyənə gələn rəylərdən seçib sizin üçün video hazırlayacağam və paylaşacağam. Hələlik gələn videoda görüşənədək.